Bu dəfə sizə çox çörəkli bir yük maşını təklif eləyirəm. Maşının saymaqla bitməyəcək özəllikləri var və başlayıram. Avtomobilimiz, yük maşınımız 2015-ci ildir. İlk öncə onu qeyd edim sizə. Deməli, soyuducu təyinatlıdır. Soyuducu təyinatlıdır və bax, burada yük yeri hər tərəfə açılır. Superdə qiymətə verir amma. Yəni bu qiymətə bunu söküb satsan bu avadanlığını. Yəni o qiymətdən çox pul çıxarmaq olar. Hər tərəfli qapısı açılır. İçində bax belə bir avadanlıq var. Inventor sistemi var, soyuducu sistemi. Çox ideal vəziyyətdədir. 2015-indir. Tərtəmizdir, çiçək kimi. Açın, bu tərəfi də açın. Tərtəmiz çiçək kimi. Hər tərəfini mən sizə göstərim. Hər tərəfdən açılır. Misal üçün bundan yük daşımaqdan əlavə olaraq, yəni süd məhsulları, ət məhsulları daşıya bilərsiniz öz yerində. Yük daşımaqdan əlavə olaraq bölgələrimizdə, turizm yerlərində bundan kommersiya məqsədləri üçün, yəni satış təyinatında da istifadə edə bilərsiniz çox rahatlıqla. Hər tərəfli açıldığı üçün. Həm yüklərinizi rahat yükləyə bilərsiniz, boşalda bilərsiniz, həm tez xarab olan məhsullar daşımaq olar. Bir çox özəllikləri var. Qanuni yük tutum 350 kiloqramdır. Təbii ki, bilirsiniz ki, Ford Tranzitlərdə də 800 kiloqramdır, amma 2 tona qədər vururlar. Qanuni 350 kiloqramdır. Belə bir ehtiyat təkəri var. Avtomat korobkadır və 2015-ci ildir. Mən sizə bunu rolunu sağdan sola çevirib, qardaşlar, Bakıya çox münasib qiymətə göndərəcəm. Super bir qiymətə. Gəlin bir diqqətlə baxın. Burada rolun keçirilməsi çox xüsusi yeri var. Bu çıxır, buradan keçirilir bura. Qiyməti sayıram, diqqətlə qulaq asın. Özü avtomat korobkadır, kondisionerinə qədər var. Bütün hər bir sistemi var. Maşın alınması, rolun keçirilməsi, Dubayda eksport sənədləri, yol pulusu, qardaşım Bakıya qədər yol pulu, Atido, bizim zəhmət haqqı hamısı bir yerdə cəmsi 4500 dollar ödəyirsən, 2015-ci ilin bax bu Suzuki-sinə sahib olursan. Motoru ideal vəziyyətdə, kondisionerinə qədər var, hər bir şey ideal vəziyyətdə. Şüşələr avtomatikdir, yəni ideal bir maşındır. Odur ki, sənə maraqlıdırsa vaxt itirmədən 055 261 31 55 WhatsApp-a yazırsan qardaşım, bunu sənə göndərim. Bakı təhvili, hər şey daxil, Atido 4500 dollar. Sual verəcəksiniz ki, bunun gömrüyü nə qədərdir? Qardaşım, gömrüyü, mən sizə deyim, gömrüyü haradasa tutacaq 500-600 dollar. Çünki mühərrik həcminə görə yük maşınları ümumiyyətlə dövlət tərəfindən gömrük endirimi tətbiq olunur. Yəni maşınlarda olan qiymətin haradasa yarı-yarıda fərq eləyir. Restoranla da ideal vəziyyətdə də buyurun, əlaqə saxlayın.